Amerikaya gedirik. Yola düşmədən öncə gəlin sizə bu videonu da bölüşüm. Vizamı aldım. İndi Tiflisdəyəm. 18 gündən sonra mən Amerikada olacağım. Pasport kontrolu keçdikdən sonra lançda biraz vaxt keçirdirəm. Ondan sonra birbaşa uçuş yoxdur deyə İstanbula uçuruq. İstanbuldan Boston uçacağıq. Ac değildim amma köftənin yarısını yeyirəm. Burada isə Boston haqqında video izləyərkən təsadüfən elə mən öz qalacağım binanı görürəm. Onu da istədim sizə göstərim. Təxmini 4 saatlıq uçuşdan sonra artıq biz İstanbula eniş etdik. Artıq İstanbul hava limanındayam. Burada növbəti uçuşum olan İstanbul-Boston uçuşuma 2 saat vaxtım var. Qərar verdim ki, Türk Hava Yollarının Miles and Smiles Lounge-una gedim. Orada vaxtımı keçirdim, həm də sizə videoları çəkim. Lounge-un tam videosunu növbəti günlərdə səhifəmdə paylaşacağım. Yenə ac değildim, ancaq bol limonlu, zeytun yağlı dolmaya və həyatımda yediyim ən dadlı mantıya yox deyə bilmədim. Burada sizə pidələri göstərirəm. Çox dadlı olur, ancaq təbii ki yemədim. Mən artıq uçuşum üçün qapıya yaxınlaşıram. Və təyyarəyə mindikdə sizə göstərirəm ki, ümumilikdə gedəcəyimiz yol 8002 kilometrədir. Amerikaya ilk girişim olduğuna görə məni ekstra yoxladılar. Hətta qapının yanında belə 3 əl sumkamın 3'ü də açılıb, bircə kaşlokumun içinə qədər yoxladılar. Təyyarəyə minən kimi artıq özümü hazırladım ki, yatım. Qısaca sizə menünü göstərirəm və oturacağımı göstərirəm. Bu oturacaq üçün ümumilikdə 416 manat əlavə pul ödəmişdim və ümumi biletimin qiyməti 2200 manat idi. Burada isə yenə yata bilmədim çünki yemək gəldi, məni oyandırdılar. İstədim ki, bunun yarısında olsa yeyim çünki həm uçuş uzunluğu, həm də ki, Türk Hava Yollarının yeməklərini çox bəyənirəm. Burada da sizə ümumi İstanbuldan Bostona olan məsafəni göstərmək istəyirəm. 1 saat 37 dəqiqədən sonra biz artıq eniş eləyəcəyik. Və sizin üçün çox rahatdır çünki mən oranı kəsmişəm. Artıq Boston günəşi bizi salamlayır. Ölkəyə girişim düşündüyümdən daha rahat oldu. Heç bir dəqiqə belə çəkmədi. Çamadanımı götürürəm və artıq Welcome Boston. Dostum burada gəlib məni qarşılamağa, beşlərimi yığandan sonra artıq özümü Amerikada hiss eləyə bilərəm. Çünki artıq şəhərdəyəm. Bütün proseslər bitib. 3 il əvvəl qərar vermişdim və özümə məqsəd qoymuşdum və mən artıq buradayam. Və sizə bundan sonra qalacağım balkondan mənzərəni göstərirəm. Dostum məni axşam yeməyinə dəvət etdi, yedik, içdik, bolca söhbət elədik və gecə beləcə bitdi. Bəli, səhər olub və mən hələ də yata bilməmişəm. Burada isə həm şirniyyat, həm də sandviç alıram səhər yeməyi üçün və bunlar üçün $25 ödəyəndə artıq mən hiss edirəm ki, mən Amerikadayam. Burada isə həmən o Becky sizə göstərirəm, tam evin yanındadır. Və bu videonun sonuna çatdıq. İzlədiyiniz üçün təşəkkürlər. Əlavə videolar üçün səhifəmə abunə olmağı unutmayın. Hələlik.